Salam. Bugün sizinlə çox maraqlı, hətta biraz qəribə görünə biləcək bir mövzunu araşdıracağıq. Kokain asılılığını anlamaq üçün. Meyvə milçəklərindən necə istifadə olunduğunu. Bəli, salam. Həqiqətən də ilk baxışdan təəccüblü səslənir, amma elmi tərəfi çox güclüdür. Əsas mənbəmiz Neuroscience News saytındakı bir məqalədir. O da öz növbəsində Journal of Neuroscience jurnalında çıxan tədqiqata əsaslanır. Və işin başında bilirsiniz, çox ciddi bir problem var idi. Hə, problem o idi ki, meyvə milçəkləri təbii olaraq kokainin dadını, o acı dadı heç sevmirlər. Üstəlik ondan qaçırlar da, elə deyilmi? Bəli, bəli. Qida mənbəyi kimi qəbul etmirlər. Bu onlar üçün bir növ xəbərdarlıq siqnalıdır. Bəs onda alimlər necə ediblər ki, bu canlılar kokaini qəbul etsin və asılılıq davranışını öyrənmək mümkün olsun? Bu maneəni necə aşıblar? Baxın, işin ən maraqlı tərəfi məhz buradadır. Genetik modifikasiya. Alimlər milçəklərin genlərini dəyişdiriblər. Daha dəqiq desək, onların acı dadını hiss edən reseptorlarını, yəni o genləri hədəf alıblar. Hə, o reseptorları sıradan çıxarmaqla bacarıblar ki, milçəklər kokaini, necə deyim, könüllü şəkildə qəbul etsinlər. Bu da asıllıq davranışını ortaya çıxarıb. Bu əslində çox məntiqlidir. Çünki kokain təbiətdə bir bitki toksinidir, zəhərdir. Milçəklər də təkamül boyu belə maddələrdən uzaq durmağa proqramlaşıb. Dad bilmə hissi onların həyatda qalması üçün kritikdir. Deməli, o acılığı hiss etməyəndə artıq qorxu da aradan qalxır. Tamamilə. Hətta bilirsiniz, milçəklərin ayaqlarında belə dad reseptorları var. Yəni, toxunmaqla belə maddənin nə olduğunu anlayırlar. Alimlər bu təbii müdafiəni belə deyək, qırmış oldular. Nəticə isə doğrudan da heyrətamizdir. Cəmi 16 saat içində dad reseptorları dəyişdirilmiş milçəklər şəkərli suya qatılmış, həm də aşağı konsentrasiyalı kokainə üstünlük verməyə başlayıblar. Bəli, məhz aşağı dozada. Bu da çox maraqlı bir məqamdır. Niyə məhz aşağı dozalar? Yüksək olsa bəlkə yenə xoşlamazdılar. Bu əslində insanlardakı vəziyyətlə, bilirsiniz, müəyyən qədər üst-üstə düşür. Həm milçəklərdə, həm də insanlarda aşağı dozalar adətən hiperaktivlik yaradır. Daha çox hərəkət, daha çox həyəcan. Aydındır. Yüksək dozalar isə əksinə hərəkətsizliyə, hətta iflicə səbəb ola bilir. Bu kokainin beyindəki təsir mexanizmlərinin dozadan asılı olduğunu göstərir. Və ən təəccüblüsü, bu mexanizmlər milçəklərlə insanlar arasında çox oxşardı. Nə dərəcədə oxşardı? Yəni, genetik səviyyədə? Çox yüksək dərəcədə. Təsəvvür edin, insanlarda xəstəliklərlə, xüsusən də nevroloji və psixiatrik pozuntularla bağlı genlərin təxminən 75%-nin funksional qarşılığı meyvə milçəklərində də mövcuddur. 75%. Bu həqiqətən inanılmazdır. Bəli, xüsusilə də mükafat, öyrənmə, yaddaş kimi proseslərlə əlaqəli genetik yollar ki, bunlarda asıllığın tam mərkəzində durur, çox qorunub saxlanıb. Deməli, bu sadəcə milçəklər üzərində aparılan qəribə bir təcrübə deyil. Bunun bizim üçün, yəni insan asıllığının anlaşılması üçün konkret mənası nədir? Faydası nə ola bilər? Əhəmiyyəti çox böyükdür. Bu, asıllıq tədqiqatlarında belə deyək, böyük bir irəliləyişdir. Niyə? Çünki meyvə milçəkləri çox sürətlə çoxalır, ömürləri qısadır və onlarla genetik təcrübə aparmaq, məsələn, siçanlarla müqayisədə qat-qat asan və ucuzdur. Yəni, daha sürətli nəticələr əldə etmək olur. Məhz elə. Bu yeni model sayəsində asılılıqla əlaqəsi ola biləcək yüzlərlə, bəlkə də minlərlə geni çox qısa zamanda yoxlamaq, skrining etmək mümkündür. Bu da kokain istifadə pozğunluğu, CUD kimi vəziyyətlər üçün potensial yeni müalicə hədəflərinin tapılmasını kəskin şəkildə sürətləndirə bilər. Aydındır. Əvvəllər bəlkə illər çəkən bir proses, indi daha qısa müddətdə reallaşa bilər. Bəli, genetik analizlər üçün bu model çox effektivdir. Beləliklə görürsünüz, çox sadə görünən bir hissiyat maniyəsini, dad bilməni aradan qaldırmaqla, alimlər əslində insanlara da aid edilə bilən çox daha dərin, köklü asıllıq mexanizmlərini üzə çıxarmağı bacarıblar. Sanki bir qapını açıb, içəridəki mürəkkəb mənzərəyə baxmaq kimi. Tamamilə doğrudur. Və bu həm də fundamental elmin
Yəni, sırf anlamaq məqsədi güdən tədqiqatların əhəmiyyətini bir daha vurğulayır. Baxın, meyvə milçəyi kimi bəsit görünən bir canlı üzərində aparılan tədqiqat asıllıq kimi inanılmaz dərəcədə mürəkkəb bir insan probleminin həllinə necə də töhfə verə bilər. Həqiqətən də. Və bu bizi biraz da dərin düşünməyə vadar edir, deyilmi? Görəsən, dad hissi kimi adi sandığımız, bəlkə də çox da əhəmiyyət vermədiyimiz bioloji detallar və ya digər duyğu filtrlərimiz əslində bizim daha mürəkkəb davranışlarımıza, seçimlərimizə, hətta sağlamlığımıza və zəifliklərimizə nə dərəcədə təsir edir? Və biz bunun nə qədər fərqindəyik? Bu, həqiqətən düşünməyə dəyər bir sualdır.